40 manata konsiler yoxsa 4 manata? Bir həftəyə yaxındır ki, hər ikisini istifadə edirəm və indi tam olaraq öz fikrimi sizə deyə bilərəm. Nars çox gözəl yayılır. Rəngini biraz tünd sifariş eləmişəm. Amma yenə də buna baxmayaraq çox razı qalmışam. Yorğun görüntünü aradan qaldırır. Təbii ki, 40 manata full size-dır. Məndə isə çox balacadır, amma yenə də uzun müddətdir mənə bəs eləyir. 4 manata isə Mislin. Çox da gigiyenik olmasa da əksər qızlar belə aplikatoru çox sevirlər. Rəngi isə düz seçmişəm. Bu da göz altı qaraları bağlayır tam olaraq. Gözəl yayılır və ümumiyyətlə bu məhsuldan razıyam. Öz qiymətə görə öz funksiyanı gözəl yerinə yetirir. Əsas fərqini mən nədə görürəm, onu da deyim sizə. Makyaj eləyəndən sonra 7-8 saat keçəndən sonra Mislin göz altı qırışlara yığılır. Amma Narsda isə elə bir şey yoxdur. Yəni ki, fərqini qalıcılıqda görürəm. Tam olaraq qırışlara Mislin doldu. Amma Narsın upakovkası, ümumiyyətlə kosmetikanın hamısının upakovkaları bura matdır və çox tez kirlənir. Əvvəl düşündüm ki, mən pintiyəm, sonra gördüm ki, başqa blogerlərdə hamısında üstü bugündədir. Yenə də məsləhət sizindir, amma büdcetiniz varsa Narsı almağı daha çox məsləhət görərdim.